Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl Qələm mükafatçısı, prezident təqaüdçüsü, yazıcı publisist Fazil Sənan Vəliyev Şirinoğlu 1952-ci il yanvarın 15-də Jdanov, indiki Beyləqan rayonunun Təzəkənd kəndində kolxozçu ailəsində anadan olmuşdu. Orta təhsilini 1970-ci ildə Ağcabədi rayonunun Füzuli adına tam orta məktəbini bitirmişdi. 1970-1974-cü illərdə Həsən bəy Zərdabi adına Kirabat Dövlət Pedaqoji İnstitutunun, indiki Gəncə Dövlət Universiteti Dil Ədəbiyyat Fakültəsində əyani təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra 1974-cü ildə təyinatla doğma kəndinə qayıdaraq müəllimlik fəaliyyətinə başlamışdır. 23 il fasiləsiz müəllim işləyən Fazil müəllim pedaqoji fəaliyyəti dövründə bir çox uğurlara imza atmış, şagirdlərin sevimli müəllimi kimi tanınmışdır. Dövrü mətbuatda müntəzəm olaraq bədii publisist, ədəbi tənqidi və elmi metodiki yazılarla çıxış etmiş, çoxsaylı qəzet, jurnal və almanaqlarda əsərləri dərc olunmuşdur. 1985-ci il iyulun 25-də Azərbaycan SSR Maarif Nazirliyinin 75 saylı əmri ilə baş müəllim adına layiq görülmüşdür. Müxtəlif illərdə qurultaylarda nümayəndə kimi iştirak etmişdir. Pedaqoji fəaliyyəti dövründə tanınmış yazıçılardan Fərman Kərimzadə, Altay Məmmədov, Şahmar Əkbərzadə, Məmməd Oruc və başqaları ilə məktəblilərin, kolxozçuların görüşünü təşkil etmişdir. Fazil müəllim keçirilən attestasiya zamanı 1990-cı ildə metodist müəllim, 1991-ci ildə ilin ən yaxşı müəllimi, 1993-cü ildə xalq təhsil əlaçısı döş nişanı ilə təltif olunmuş. Həmin ildə keçirilən növbədən kənar attestasiya zamanı ali kateqoriyalı müəllim adına layiq görülmüşdür. 1994-cü ildə işlədiyi məktəbdə tədris işləri üzrə direktor müavini təyin edilmişdir. Əməyi çox saylı fəxri fərmanlar və pul mükafatları ilə qiymətləndirilmişdir. 1997-ci ildə ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonundan Göygöl, keçmiş Xanlar rayonunun Hacıməli qəsəbəsinə köçmüş, şəhər tipli qəsəbənin bir saylı tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdir. 1998-ci ildə ilk kitabı Telegram işıq üzü görmüşdü. Sonraki illərdə Yaşamağa Dəyər, Müəllimlik Yolum, Taleyim kitabları çap olunmuşdur. 2003-cü il ərzində Ekoloji Həyat qəzetində zona müxbiri kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə 65 yaşında təqaüdə çıxmışdır. 2018-ci ildə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən ikinci dəfə Həsən bəy Zərdabi adına diplomla təltif edilmişdir. İndiyədək böyük yazıçının aşağıdakı kitabları nəşr olunmuşdur. Kədərindən boylanan şair, Məhəbbət nəğməsi, Zamanın çevrəsində, Dünya səndə nəyim qaldı, Dön geriyə bax, Düşüncələrim, mülahizələrim, Əbədiləşən nəğmələr, Ölümə ərizə, Ədəbi düşüncələr, Əzraillə rəqs, Gözlə qayıdacağam, Bu mənəm, İmam Cəmilli, Nifrətin göz yaşları, Özü də sözü kimi, Məndən deməkdir, Qüruba enən günəş, seçilmiş əsərlərinin 1-5-ci cildləri, Dəniz sevgisi, Nəhayət, işığına yığışdığımız Unudulmaq qorxusu adlı romanı, eləcə də Şəhid Elnur Vəliyevə həsr olunmuş Qələbə üçün doğuldun adlı bədii publisist sənətli povesti.
Ümumiyyətlə, indiyə kimi Fazil Sənanın 30 kitabı və 300-ə yaxın dövrü mətbuatda müxtəlif məzmunlu yazıları işıq üzü görmüşdü. Hazırda Fazil Sənan Göygöl rayonunun Hacıməli qəsəbəsində yaşayır. Ailəlidir. 4 oğlu, 12 nəvəsi var. O nümunəvi ailə başçısı, mehriban ata və qayğıkeş baba kimi tanınır. Fazil müəllimə möhkəm can sağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.